Magazin kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonuna aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. Aparıcı Elgiz Əkbər ilk dəfə canlı yayım açaraq izləyiciləri ilə birbaşa ünsiyyət qurub. Onun canlı yayımına maraq böyük olub və yayım zamanı maraqlı anlar yaşanıb. Həmin görüntüləri təqdim edirik. Teşekkür ederim. Sizi çox sevəm, mən də sizi çox sevirəm, ürəyim. Əməliyyat etdirmişsiniz. Haram mı? Haram mı? Şaram etdirməmişəm. Heyran oldum. O, çox sağ olun. Çox teşekkür edirəm. Balamsan, oğlumsan, qızımsan, bilmədim. Çox sağ olun. İnşallah yenə də gülərcəsiniz, yenə də əylənəcəsiniz, yenə də o suallarınızın cavablarını arayacaqsınız, yenə də müraciət edəcəksiniz, hər şey olacaq. İnşallah Allahın köməkliyi ilə, Allah özü hamıya kömək olsun ürəklərim. Əlbəttə. Canım, çox təşəkkür ederim. Tıklayan uşaqlar, 438, yarım milyona az qaldı. Tıklayın zəhmət olmasa. Aha. Abdin 099 teşekkür bildirirəm. Çox sağ ol ürəyim. Çox teşekkür edirəm. Haycan. Peka. Gel Peka'liyəydəm. Ümumiyyətlə bunun bir kursu olsaydı, ümumiyyətlə bunun kursu var da yəqin ki, insan gedərdi kursda öyrənərdi də. Hə bunun da bir sonuçun hansı klopkanı niyə batırsan, niyə edirsən, mən gərək yanımda adamlar olsun. İstifadə eləməmsən deyə, səncə, vaxtın olmayıb istifadə. Ona görə biraz çətindir mənə də, bilmirəm. O qədər şey deyil, çətin bir şey deyil. Katıldı. Fət, Beğendi, Mila, Aynur katıldı, Maksud, Eldəniz, Nuralum, Aşk, Ali, Sergey, Aşk. Yaxşıyam canım, sən necəsən ürəyim? Çox yaxşıyam, sizlə gəlişəndə lap yaxşı oluram. Sən Afət, Tunar, Ramil, Qax, Sadiq, Dəniz, hoş geldiniz. Rəhmə hoş geldin. Elvin hoş geldin. Orxan, Fuad, Azad, Orxan, Fəriş. Hoş geldiniz. Niyos, hoş geldin. Temir, Legenda, hoş geldin. Faiza, hoş geldin. Leo, hoş geldin. Milli Şəfəq, Kamal, 22. Kimki adı var olar? Aleksey, Tural, çok hoş geldiniz. Deniz, Roza, Təyyar, Zəhra, Mammedov, Mehri, İtmiş. İtməyəsən heç vaxtı. Abbaslı, Babu, Simfonia, Babu, hoş geldiniz. Faik, hoş geldin. Saida, Vüsal, Meleykel, Neci, Mehman, Paşa, Bağdat, Rasim, hoş geldiniz. Həmişə siz gələsiniz. Aha. Bəs mən canlı yerim. Adın nədir sən də deyim. Siz də var olun. Başınıza dönərəm. Çox sağ olun. Heç nə. Deyə görə mövzumuz nədir? Mövzumuz budur. Hansı verilişə baxırsınız hal-hazırda? Televiziya vasitəsilə hansı verilişə baxırsınız? Xahiş edirəm o verilişin adını yazın. Çox xahiş edirəm. Televiziya vasitəsilə hal-hazırda hansı verilişi izləyirsiniz? Sevirsiniz o verilişi. Mütəmadi oturub baxırsınız, gözləyirsiniz. Ay Allah, birdən vaxtını keçirərəm. Həcəm, verilişdən gedir, ha? Televiziya verilişdən. Su. Ekrandan çıxın sonra. Ekrandan bəşqinə çək. Xahiş edirəm, bir dənə yazın. Hansı verilişə baxırsınız? Maraqlıdır mənim üçün. Aha. Televiziya verilişi canım. Televiziya verilişi, verilişin adı. İdman. Mən televiziya verilişi deyirəm. Televiziya verilişindən danışıram.
Futbol. Xəbərlər. Xoş qədəm xanım yoxdur efirdə canım. Heç bilim. Təkrarları demirəm. Verilişdən danışıram. Hə? Biraz yoxdur. Yox, elə. Xəbərlər, gəl danış. Evdə avtomat var. Sonra Onu bilmirəm. gəl danış. Aha. Mətanət. Aha. Gəl danış. Hə, demək sosial yönümlü bu danışanda verilişə baxırsınız. Sosial yönümlü verilişə baxırsınız da. Gəl danış sosial yönümlü verilişdir. Bir, 2 nəfər, 3 nəfər onun adını yazdı. Maraqlıdır. Çox gözəl. Yaxşı, bəs televiziyada hansı mövzuda olan verilişləri görmək istəyərdiniz? Məsələn, hansı mövzuda olan verilişləri görmək istəyirsiniz? Sizin üçün maraqlıdır. Xahiş edirəm, səmimi olaqdan. Toy olsun Elgiz bəy. Maşın şou. Elgizdir, canım. Maarifləndirici, aha. Maarifləndirici deyildi, yazın da. Nəyi maarifləndirsin sizə? Hansı mövzuda maariflənək? Əyləncəli verilişləri görmək istəyirsiniz. Hamısı əyləncəli yazır. Bizdə bəyəm əyləncəli verilişlər yoxdur. Valla, mən çoxdandır sözünüzü başım qarşıda televiziyaya baxa bilmirəm. Əyləncəli nə verilişlər var? Məsələn, mən əylənmək istəyirəm. İstəyirəm kanalda əyləncəli verilişə baxım. Nə veriliş var bizdə əyləncəli? Hamısı yazır, yoxdur. Əyləncəli veriliş yoxdur. Yarışma. Yumor, belə istəyirlər, yarışma, şou, əyləncə, belə şeylər istəyir hamı. Toy verilişi, canım. Yarışma, hansı mövzuda yarışma? Məsələn, yarışma yazmışsınız, nə ilə yarışaq? Bəyaz şou kimi. Bəyaz şou var idi da bizdə. Bəyaz şounun verilişinə oxşayan veriliş hansıydı bizdə? Azər axşam. Yox. Bizdə bəyaz şou. Məsələn, Zaur Kamalın verilişi elə idi də. Qonaqlar gəlirdi. Zaur Kamalın verilişi elə deyildi. Amma Elgiz bəy, geçen maşın şoy gedir. Götürüşlə. Orta bardan ya. Su. Bildim. Demək ki, bizim ehtiyacımız var əyləncəli verilişə, əyləncəli olsun. İnsanlar əylənsinlər. Anladım. Bir də biri yazdı, maarifləndirici. Yaxşı, sosial veriliş istəmirsiniz? Sosial yönümlü veriliş. Xeyr, sosial yönümlü veriliş istəmirsiniz. Məsələn, orada insanlar gəlirlər, məsələn, dərdlərini deyirlər, məsəl üçün. Belə veriliş istəmirsiniz. Problemlər haqqında məlumat verirlər. Yox, istəmirlər. Belə verilişlər istəmirsiniz. Ancaq istəyirsiniz, əylənəsiniz. Anladım. Sizin fikirləriniz mənim üçün çox önəmlidir. İstəyirəm öyrənəm sizdən. Əyləncəli. Biri yazır ki, dərdlərimizi danışmaq istəyirik, dərdlərimizi. Canım, ürəyim, mən də sizi çox istəyirəm. Ürəyim, yaxın zamanda inşallah görüşəcəyik. Mən də sizi çox istəyirəm.